Dedik Kərbəlada bir mütləq xalis nur var idi və bir də mütləq xalis zülmət var idi. Nuru olmayan zülmət, Allaha pənah. Bunlar Ömər Sədin, Şimrin, Xulinin, Sinanın, Hərmələnin, bu cür deməli onların timsalında görünürdü. Amma bir söz istəyirəm deyən bu günləri vaxtda danışmaq istəyirəm. İstəyirəm düşünək. Bu məclis düşüncə məclisidir. Düşünsək, o sinə vurmaqlarımızın bizə bir faydası olacaq. Düşünmədən o sinə vurmaqlarımız var, özünüzü dövməkdən başqa bir şey olmaz. Bax, düşüncə əsasdır. Görəsən, o şimdi birdən-birə, əvvəldən elə zülmət əhli oldu. Ömər Səd birdən-birə, səbəbsiz olaraq, doğuluşdan belə zülmət əhli oldu. Yoxsa tədricən oldu. Tədricən oldu. Qurana nəzər salanda Quran bizə deyir ki, yox, birdən-birə olmadı. Tədricən olur. Tədricən, istidrac deyilir ona, istidrac. Tədricən onlar məhvə doğru sürükləndilər. Zülmət əhl oldular. 5% diqqət eləmədilər, 15 oldu. 15-ə diqqət eləmədilər, 25 oldu. 25-ə diqqət eləmədilər, 35 oldu. 35, 45, 55, 95, 100. Xətaməllahu alə qulubihim və alə səmihim və alə əbsarihim. Onların qəlbləri mühürləndi. Tamam zülmətdir. Qəlbi mühürlənmək nə deməkdir? Tamam zülmət. Nur işləmir ona. Bəs səbəblər nədir? Bir səbəbdən bu zülmətə insan düşür. Bir qapıdan zülmət gəlir, yoxsa qapılar çoxdur. Yenə Qurana müraciət eləyəcək. Quran buyurur, Allahu valiyyullezine amenu. Allah möminlərin vəlisidir. Yuxricuhum minəz-zülümati ilən-nur. Onları zülmətlərdən, cəmdir bax, zülmətlərdən nura çıxarar. Zülmətlər çox, zülmət qapıları çox, nur qapısı bir dənədir. Ardıca buyurur. Əllezine kəfəru. Onlar ki, kafir oldu. Kafir olmaq elə bizim düşündüyümüz mənada deyil tək kafir olmaq. Kəfərə bir şeyin üstünü örtməkdir. Həqiqətin üzərini örtməyə deyilər nə? Kafir. Ən böyük kafir Allah-u Cənab-ı Haqqın həqiqətinin üzərini örtüdür, Allah yoxdur. Bu laf buyurdu. Oğlu deyir, mən deistəm. Allahın bu boyduna həqiqətin üstünü örtə bilmirəm. Yaradan var, bunu inkar eləmək mümkün deyil. Amma deistəm. Peyğəmbərə inanmıram. Peyğəmbərlərə inanmıram. İkinci böyük həqiqəti nədir? Nübüvvət. Onun üstünü örtür. Vəhyin üstünü örtür. Kitabın üstünü örtür. Və buradan gəl üzü aşağıya. Bəzən insan içində la ilahe illallah deyər. Allahı qəbul edər. Muhammed Rasulullah deyər. Peyğəmbəri təsdiq edər. Amma bəzi işlərdə həqiqətlərin üstünü örtər. 2 adam gələr sənin yanına, biri haqdır, biri batildir. Səndən bir məsləhət istəyərlər, səndən bir dənə söz istəyərlər. Bu batil əhli sənə yaxın adam olar. Ne edərsən? Onun həqiqətinin üzərini, o birisinin həqiqətinin üzərini örtərsən. Bu da sənin ruhiyyəndə olan çox küfürdür. Yadında qalsın. İçindəki küfürdür. Bu böyüyə də bilər. Bu öldürməsən bu böyüyəcək. Faizi azdır. Amma bunun
öldürməsən, boş versən, nifaq yaranacaq, küfür yaranacaq səndə, biləsən. Elə birdən-birə kafir olmur ki. Birdən-birə zalim olmur ki. Dedim də, tədricən. Qalsın yadımda. Əl-ləzīnə kəfəru, o kəslər ki, küfr elədilər, kafir oldular. Avliyauhumut tağut, onların vəliləri, bir dənə vəli deyir orada. Bəğlə vəli, bir dənə idi, Allah idi. Burada onların vəliləri tağutdur. Tağut yəni Allahdan başqa şey. Bəzən nəfsi, özü. Quran-ı Kərim buyurur Peyğəmbər əleyhissalama, ya Muhammed, öz nəfslərini özlərinə ilah qərar verənləri görmədinmi? Bəzən insanın, tağut insanın özü olar. O qədər küfr eləyər, o qədər nəfsindən, arxayın nəfsindən razı, özündən razı, işindən razı, o qədər elmindən razı, belə bir dənə hala gələ çıxar, onun özünün, nəfsi özünə büt olar. Nəfsi özünə büt olar, nəfsi. Nəfsi özünə ilah olar. Mən şirmişəm belə adamda, mənə məsləhət lazım, mənim öz ağlım özümə bəsdir. Ayə demişəm, bir öz ağlım özümə bəsdir. Hədis demişəm, deyib öz ağlım özümə bəsdir, subhanallah. Görürdür o. Özünə ilah qərar verir vardır. Nəfsini ilah qərar verir. Avliyahumut tağut yuxricunəhum minən nuri, onları nurdan çıxardar, aparar hara? Zülümat. Zülmətlər nədir? Çoxdur. Bunu bir dəfə izah vermişəm, bir də deyirəm təzə gələn qardaşlarınız üçün, ola bilməyən, burada iştirak eləməyən qardaşlarınız üçün izah verirəm. Zülmat. Deməli, zülmət qapıları bir dənə deyil, çoxdur zülmət qapıları. Və bunların içərisində əsas qapılar var, əsas giriş qapıları. Görərsən, məsələn, bir binanın bir neçə qapısı olar, biri də nə olar? Əsas giriş qapısıdır. Əsas bunlarda elə, bunları bağla, sonra obsulara baxarıq. Bu günləri toxunacağım 6 dana qapı, zülmət qapısıdır ki, bunlar səbəb oldu ki, Kərbələdəki o zülmət əhli o hala düşsün. İmamı öldürə bilsinlər. Ağır sözdür, ha? İmamı öldürə bilmək, imamını öldürə bilmək, bu bilirsiniz nə qədər ağır bir şeydir. Biz Quran-ı Kərimdə oxumuşuq da bu sözləri ki, bəzi qovum öz peyğəmbərini öldürdü. Nə qədər ağır gəlir bu ifadə bizə səncə? Nə qədər ağır oldu, ha? Peyğəmbərini öldürdü. Salihin dəvəsini öldürdü, o möcüzəvi dəvəni öldürdü. Ağır sözlərdə adam tükləri ürpüşür. Bəzi yerlərdə bir gecədə 70 peyğəmbər öldürüblər, 70 peyğəmbər. Adamın tükür. Peyğəmbəri necə öldürə bilərlər? İnsan nə dərəcəyə gedib yetişə bilər ki, peyğəmbərini öldürsün? İsa'nı çarmıxa çəksin. Hamı bilirdi bu İsa'dır, bu peyğəmbərdir. İsa'nı çarmıxa çəkdi, cəmaatı təmaşa elədi. Nə qədər ağır hadisələrdir bunlar. Çox böyük ağır hadisələrdir. Və Kərbəlada insanlar öz imamlarını öldürürlər. Allahın Peyğəmbərinin tapşırdığı, əmanət elədiyi Əhl-i Beytinin nümayəndəsini, pak nəfsi, ailəsi ilə bir yerdə öldürürlər, vicdanlardan narahat olur. Sevinirlər, əksinə şadlıq edirlər, zəfər bayramı keçirirlər. Allahu Ekber. Mən uşaq yaşımdan bu yoldayım. İndi də görürsünüz də, saçım, saqqalım ağarır. Hələ dərk eləyə bilməmişəm ki, onlar onu necə ediblər. Bu necə mümkündür. Biz görəsən, haqsız yerə bir uşağın xətrini deyəndə 5 dəqiqədən sonra gedib üzr istəmişik ki, bağışla, sən haqsızlıq elədim sənə. Nəfsimə uydum, qəzəlimə uydum. Və yaxud da üzr də istəyə bilməsən, bir ömür içində onu görəndə nə olursa,
narahatçılıq eləyirsən, haqsızlıq elə demək o vaxt ona. İnsanlar Peyğəmbərin pak balasını öldürürlər, Xanım Zəhranın oğlunu öldürürlər, Zəfər bayramı keçirir. Bayram edir. Vicdanlar narahat deyil, heç bayram edirlər. Bunda qədər ağır bir hadisədir. Nə qədər bunların içərisində məlumdur ki, zərrə qədər nur yoxdur. Zərrə qədər nur yoxdur. Daha dəhşətlisi budur ki, öz cinayətlərini Allah-u Teala'nın üzərinə qoyurlar. İbn Ziyad rahatcasına Həzrət Zeynəbə belə buyurdu. Gördün Allah qardaşına Kərbəlada nə etdi? Allahu Ekber. Gördün Allah bir qardaşına Kərbəlada nə etdi? Əmir verən bu, qoşun yollayan bu, əsir gətizdirən bu. Gördün Allah qardaşına Kərbəlada. Bu simanı tanımaq çox çətindir. Necə ki, Hüseyin simasını tanımaq bizim üçün çətindir. Əbəlfəz simasını bizim üçün tanımaq çətindir. Ki, niyə? Xalis nurlardılar bunlar. Xalis nuru zülməti az olan insan tanımağı çox çətindir. O zülməti xalis olanları da tanımaq çox çətindir. Vallahi çox çətindir. Mən hələ şimdi tanıya bilməmişəm ki, Allah bu nə dərəcəsində insan olub. Hələ Ömər Sədi dərk eləyə bilməmişəm. O hərmələ ki var, İmam Hüseyin Aleyhisselamın qucağındakı uşağı oxla vurur. Məqsədi Hüseyindir, deməli uşağı vurmaq. Bax, uşağı vurmaq asandır. Bir adamın qucağındakı uşağı vurmaq asandır, yoxsa o böyüyü vurmaq asandır. Hə? Böyüyü vurmaq asandır da, bu fikirləşmək lazımdır ya. Böyüyü vurmur, qucağındakı uşağı vurur. Bunun məqsədi budur ki, Hüseyini daha çox incitsinlər. Daha çox yandırsınlar, daha çox qırsınlar, daha çox incitsinlər. Böyle nə qədər bu cündə necə insan ola bilər ki? Adam olaraq dərk eləyə bilmir. Mən elə dərk eləməmişim, etiraf edirəm. Hüseyini tanıya bilmədiyim kimi hərmələyə də tanımamışım. Amma necə olur insan o cür, nə olur onun yollarını bilirəm. Allah bizlərdən uzaq eləsin inşallah. Amma biz də bu məsələlərdə diqqətsiz olsaq, ehtimal var. Şimir birdən-birə şimir olmayıb. Biləsiz. Ömər Səd birdən-birə Ömər Səd olmadı. İndi bəzən gələrlər sizin qarşınızda Ömər Sədin xidmətlərini qoyarlar qarşınıza. O cavan yaşlarındakı xidmətlərini filan döyüşdə belə elədik, o cihadda belə elədik, orada belə elədik. Bilirik onları. Bilirik. Aydın deyil nə demək istəyəm? O birdən-birə olmadı. Tədricən. Bir salavat göndərim. Birinci zülmət qapısı. Tamah. Tamah. Tamah və ifrat tamah. Hamısında tamah azdan çoxdan olar. İstəyər adamda elə çox olsun biraz. Maraqlı olar. O tamah kontrolda olmalıdır. Hamımızda tamah var. Tamahsız adam yoxdur. Amma tamah kontrolda olmadı. Tamah kontroldan çıxdı. İmanı aparacaq yiyəcək. Dinivi yiyəcək. Şəxsiyyətini yiyəcək. Mənliyi aparacaq aradan. Kişliyi aparacaq aradan. Tamah. Ömər Sədin zülmət qapılarından birisi də neydi? Tamah idi. Tamahlandırmışlar onu ki, gedib Hüseynə qalib gəlsən, yediz səni Rey vilayətinə, Rey indi ki, o Tehran olmalıdır, səhv eləmirəmsə. Rey vilayətinə səni, Reydə Azərbaycanlar ya, Tehran Azərbaycan şəhəridir ya, biləsiniz. Rey Azərbaycan şəhəridir. Rey vilayətinə səni vali qoyacaq.
xəyallarda da o tamahın, o mənsəb pərəstin, o vəzifə pərəstin həvəsindədir. Nə Allah görür, nə Peyğəmbər görür, nə imam görür, nə din görür. Desəydilər ona Allahla döyüş, Allahla döyüşərdi. O qədər onu yaşayırdı o özündə. Bu o günü baş vermədi ya, ondan qabaq vədə vermişdilər ona. O vədə ilə onunla çox işlər gördürdülər. Baxın sizə deyim. Sonda bir dənə hadisə var, qoy o hadisəni deyim ona sizə, o da maraqlıdır. O axırıncı gün İbn Ziyad ki gəldi Küfəyə, bunun qoşunu hazır idi. 6000 nəfərlik qoşunu var idi bunun. Ki Rəyə çıxacaqdı. Rəydə niyə Rəyə gedirdi? Rəydə üsyan var idi. Gedib o üsyanı yatızdıracaqdı, orada da bağlı olacaqdı bu. 6000 qoşunu var. İbn Ziyad deyir ki, mən gedirəm. İbn Ziyad elə şey yoxdur. Get Kərbəlanı həll elə, sonra get. Get Kərbəlanı həll elə, sonra get. O Rəyə görə onu çox işlər gördürdülər. Amma İmam Hüseyin Aleyhisselam bir daha söz demişdi ona. Hatırlayırsınız onu? Ne demişdi? Kim hatırlayır? Bəh, Allah sizi hifz eləsin. İndi bildim diqqətlə qulaq asın. İmam Hüseyin Aleyhisselam da reyin bir buğdasını da yiyə bilməyəcəksən. Bil ha. İmamətin dedi ki, reyin bir buğdasını da yiyə bilməyəcəksən. Səni burada bunlar istifadə edirlər. Ay Səd ibn Vəqqasın oğlu, Səd ibn Vəqqas o ağac altında beyət eləyənlərdən birisi idi. Səsani hakimiyyətini qalib gələn adamlardan idi. Onun sərkərdəsi idi. Balaca adamdırdı, o boydan o kişi idi. Oğlana bax. Səbəb tamah. Səbəb tamah. İnsan tamahını kontrol eləməsə, bir gün dininə də xəyanət edər. Laban yadda saxlayın. İkincisi qorxu. Zülmət qapılarından birisi də nə deyil? Qorxu. Allah Quranda buyurur ki, bəzən biz sizi qorxu ilə, aclıq ilə, xəstəliklə imtihan edərik. İmtihandır, qorxu. Burada bizim aramızda qorxmayan adam var ya, yox. Qorxmayan adam var burada. Mən qorxuram. Qorxmayan adam, bilirsə mən qorxmam, o dəlidir. İnsan qorxur. Allah'ın verdiği bir tane nedir? Fitri histir. Amma qorxu sənə qalib gəldi, oldun qorxaq. O hissdən səni həcr iş gördürərlər, zülmət bürüyər səni. Hər kəs qorxar. Şücaətli o adamdır ki, qorxunu kontrol edir. Qorxusunu idarə edir. İnsan qorxar. Hər kəs qorxar. Bu Allah'ın qoyduğu bizi. Hətta qorxu olmasa insanlar tələf olub gedərdilər. Tələf olub gedərdilər. Ha? Dəlisovluqla, nə bilim, maşın gəlir, qorxmur. Keçdi qabağına, maşın vurdu. Misal çəkim. Yəni, bu da şeylər var ki, qorxusuzluq yaxşı bir şey deyil. İnsan qorxar. Hər kəs qorxar. Amma kontrol idarə eləmə, qorxunu kontrol eləmək məsələsi var idi. O Kərbələdəkilər qorxuya tabi oldular. Onlar iki namə yazmışlar İmam Hüseyin Aleyhisselama. Nə diqqət edə? Namə yazmışdılar, çağırmışdılar. İbn Ziyad gəldi, qılıncını parlatdı onlar üçün. Bir-iki tane de adam öldürdü, tamam qorxuya düşdülər. Bir qismi girdi, evə qapını bağladı. Sustu. Bir qismi İbn Ziyadın qorxusundan getdi, o Kərbəla Ömər Sədin qoşuna daxil oldu ki, günahını yusun yani. Əslində İmam Hüseyni bunlar çağırmışdılar. Bunlar namə yazmışlar. Güya günahını yusun. Qorxuya nə oldular? Tabi oldular. Bir. İmam Hüseyinlə gələn o müminlər ki var idi, onlar bildilər səhər, döyüş olacaq, onlar da qorxuya tabi oldular, tək qoydular Hüseyni.
Onlara da zülmət qalib gəldi. Qorxu, zülmət. O qorxunun içərisində elə Ömər Sədin də qorxusu var idi. Qorxu iki qism olur. İki qism olur. Bir qorxu olar ki, ələ gətirə bilməmək qorxusu. Mən bunu eləyə bilməm, ələ gətirə bilməm. Bir qorxu var ki, itirmək qorxusu. Məsələn, Ömər Səd o vəzifəni itirmək qorxusu onun üçün bir qorxu idi. Bu vəzifəmdən gedərəm. Bu əlimdən çıxar, bu filan olur. Bir daha qorxu idi onu, qorxunu yaşatdılar ona. Nə istədilər, elətdirdilər. Bu da bir qorxu. Yəni, bu kəslər ki var, o kəslər ki var bir qism o Kərbəlada idilər. İmam Hüseynlə döyüşürdülər. Belə düşünməyin ki, onlar İmam Hüseyni tanımırdılar. İçərilərində bir qism insan var idi ki, namə yazanlar idi. Ağa gəl, Küfəyə gəl, bizə imamət elə deyən insanlar idilər. Qorxuya tabi oldular. Qorxu özü bir dənə nədir? Kontrol olunmasa zülmət qapısıdır. Üçüncüsü, təəssüb. Təəssübkeşlik. Bu da böyük bir bəladır. Bu da böyük bir zülmətdir. Təəssübkeşlik. Milli təəssübkeşlik ola bilər. Azərbaycanda daha çox deyəsən bu. Hə? Çatan kimi haralısa? Yox, bu bizim yerlidir. Bu gəlmədir. Gəlmədir bu. Təəssübkeşlikdir, təəssübkeşlikdir. Biri qonaq olar, biri gələn olar, biri filan olar, fərqi yoxdur ki. Allah buyurur, Əkrəməkum indəllah ətqakum. Sizin ən üstününüz nə ərəb olandı, nə əcəm olandı. Sizin ən üstününüz Allah yanında daha təqvalı olandı. Daha təqvalı olandı. Təəssübkeşlik, bəzən insan milli təəssübkeşlik olur, din təəssübkeşliyi olur. Sünni görən kimi sifəti, biz özümüzdən danışıram da, sünni görən kimi sifəti çönür. Və ya sünni, məsələn, tam ki, Vahabilər bizim adımız gələndə, təəssübkeşlik zülmətdir. Zülmətdir. Baxmaq lazım ki, o niyə bu cürmədir? Səbəbi nədir? Bəlkə haqqı yetişməyib ona. Ola bilər ya, yox. Bəlkə haqqı yetişməyib ona. Bəlkə bir məsələ var, bəlkə düşün biləcək. Hətta ateist olsa belə, gənə də deyirəm sizə, ateist olsa belə. Mən məsələn, keçən dəfə cümələrin birində danışdım, bir nəfərlə mən ateist olmuşdu bu adam. Sonradan məlum oldu ki, bu namaz qılan, oruçdan belə bir adam olub. Uzun bir hadisədir. Bir dənə hadisə olur ki, düşür şəkkə. Düşür şəkkə. Düşür, getdi. Allah həmd olsun ki, o təsadüfən eləmiş o adamdan o şək getdi onun üçün. Dərsdən qayıt, göz açıldı. İnsan da o dəqiqə sən ateistsən, başını vuracaqsın. Elə şey yoxdur. Şimrin Kərbəladakı məsələlərindən birisi də elə təəssüb idi. Baxın, təəssüb. Şimr hansı qəbilədən idi? Bəni Kilab qəbiləsindən. Bəni Kilab qəbiləsi, Bəni Haşim kimi, Əməvilər kimi, Ümeyyə oğullar kimi məşhur qəbilələrdən idi. Böyük qəbilələrdən idi. Böyük, qəhrəman qəbilələrindən idi. Bir dənə xanım o qəbilədəndir. Hansı xanımdır? Ümmülbənin, rəhmətullah aleyh. Ümmülbənin, Həzrət Əbəlfəzl Abbasın anası o məşhur qəbilədəndir. Əli istəmişdir, gedin oradan o qəhrəman qəbilədən alın. Əqil rəhmətullah gedib oradan almışdı bir bu. O idi ki, Kərbəlada, baxın, Kərbəlada, təəssübkeşliyə bax, Kərbəlada Həzrət Əbəlfəzl Abbası Şimr çağırdı. Görüşdülər bunlar. İmam Hüseyin dedi ki, Şimr mənə çağırdı, get gör nədir. Getdi bir dənə amannamə verdi. Dedi, sən bizim bacımız oğlusan. Sən bizim bacımız oğlusan. Biz səni öldürmək istəmirik.
Mənim Yezdin yanında, İbn Ziyadın yanında hörmətim var. Bəni kilabdansan, sənin anan tərəfi bəni kilabdır, filan filan filan. Sən Hüseyni tərk elə, gəl keç bu yana. Mən sənə ordu da alaram səni üçün, komandanlıq da alaram. Filan filan filan. Əvvəlcə bu başınıza da ezilsin əmən naməniz. Vay olsun o dünyaya ki o dünya mən yaşayacağım, Hüseyin olmayacaq. Vay olsun o dünyaya, kül olsun o dünyanın başına ki mən o dünyada yaşayacağım, o Hüseyin olmayacaq. Təəssüfkeşlik eləyirdi. O təəssüfkeşlik içərisində bunu kim yaratmışdı? Mənim qəbiləm buradadırsa, mən də oradan olmalıyam. O belə şeylər var. Qəbiləm buradadırsa, mən də orada. Bəni kilabdan da adam çox idi orada. Mən də orada olmalıyam. Bunlar hamısını bir geniş izah vermirəm ha. Amma yadınızda saxlayın, özünüzə təhlil edirsiniz. Bunlar düsturlardır. Dördüncü zülmət qapısı kin və nifrətdir. Kin və nifrət. Bəzən kin elə bir dənə ağır şeydir ki, kin elə bir dənə pis xüsusiyyətdir ki, qəlbi məhv edir. Bir dənə o kin bəs eləyər ki, qəlbi zülmətləndə olsun. İnsan hər cür pisliyə getsin, hər cür alçaqlığa getsin, hər cür zülm eləsin. Kin. Gecə qoymaz onu yatmağa. Gündüz rahat nəfəs alıb gəzə bilməz. Kin belə bir şeydir. Kin belə bir şeydir. Şimir kimlərinin Əhl-i Beytə içində kinləri var idi. İçində kinləri var idi. Bu vəssas məsələ, kinləri var idi. Həzrəti Əli Əmir-əl-Mümin Əli ibn Əbi Talib xilafətdə olanda Şimir Əlinin yanındaydı. Allah yaxınındaydı. Hətta bəzi yerlərdə oxub ki, can güdəni idi. Gör hardan ada gəlib o. Siffin hadisəsi ki baş verdi, bildiniz də orada fitnələr baş verdi, fitnələr. Siffindən sonra məqamını dəyişdi. Dünya əhlində bəzi dünyaya marağı olan insan var, o da demək, tamah olan insan var, dünyaya marağı olan insan var. Onlar bəzən həqiqət və haqqın yanında deyil, qalib olanın yanında olurlar. Onlar üçün həqiqət qalib olandır. Onlar üçün həqiqət güclü olandır. Onun yanında olurlar. Bax, bunu da yadda saxla, bu da bir düsturdur. Şimir orada keçdi Muaviyə tərəfə. Əvvəl xavaric oldu, deyilənə görə xavaric oldu. Sonra da gəldi, Muaviyə xidmət elədi, hörmətli bir adam oldu, xüsusən də o yandan keçmişdi belə. Və o Əliyə qarşı kini, oğlu Həsəndə özünü göstərdi, sonra da sonda Həzrət İmam Hüseyin əleyhissalamda özünü göstərdi. O xavaric ruhu. Hərmələ də onlardan birisiydi. Bayaq dedim, 6 aylı uşağı öldürmək nə deməkdir? Yəni bu günləri bizim sivil dünyamızın ən dəhşətli cinayəti şah qatil olmaqdır. Yəni bu bağışlanmaz bir günahdır, bağışlanmaz bir günahdır. Allah o xocalı qatillərinə lənət eləsin. Öz qurbanlarımızı, öz şəhidlərimizi də məclislərimizdə yad eləyək, mütləq olsun. Yaxşı. Bu Gəncədə uşağı öldürdülər. Bu qatildir, şah qatilidir. Hətta deyirlər, meşədə o vəhşilər, o körpə heyvanları neynəmirlər? Öldürmürlər. Onların da öz aləmində o cinayətdir. Subhanallah. Onların da öz aləmində o cinayətdir. İndi
qundağda olan uşağı öldürməklə böyle indi cinayətdir. Sən də diqqət elə. Və bilir ki, onu vurur. Bu kim idi? Əhl-i Beyti qarşı olan kim idi? La ilahe illallah Muhammedun abduhu ve resuluh deməklə deyildi. Əhl-i Beytinə kim var idi? 5-ci qapını da deyək, o da qəflət idi. Allahu Ekber. Bu da bize lazım olan bir şeydir. Düstur, qəflət. O qoşunda duranlar ki var idi ya, onların hamısı onları da toxunacaqlar. Biz əsas figurları dedik, zülmət olan figurlardan danışırıq, tam zülmət. Bir de var idi onların arasında. Onların hamısı zalim değildi. Elə görürsünüz də, sonradan muxtar da olan bir çoxunu bağışladı, toxunmadı, yanına çəkdi və s. Hamısı zalim değildi. Bəs nə idi? Qafil idi, qafil. Qəflətdə idilər. Cahil başqa şeydir, qafil başqa şeydir. Qafil idilər. Bu da ağır bir sözdür. Hür də qafil idi. Amma hür bir saat düşündü, əbədi həyat tapdı. Bir saat düşündü, əbədi həyat tapdı. Mən bu etiqaddayam ki, əgər orada olan 30.000 qoşun hürrün düşüncəsi kimi bir saat düşünsəydilər, Hüseyin tərəfdə 30.000 olacaqdı, o bir tərəfdə 72 nəfər qalacaqdı. Qəflət gözü yumub getmək var, ha, qəflət dillərdə gözü yumub getmək. Bu da böyük bəlalardan birisidir. Altıncını da deyək, tamamlayaq. Ki, altıncısı da elə yedincisinin ardı olsun. Kör-körana təqlid, çoxluğun arxasıca getmək. 1000 nəfər ya 2000 nəfər bölünə gəlmişdi. Yaxşı. Dedik 6000'də kimin qoşununda idi? Ömər Sədin qoşunu var idi. 30.000 necə oldu? 30.000 necə oldu? Ya 18.000 deyirlər. O necə oldu? Fərqi yoxdur da. Külə düşdülər. Qılınc borc aldılar. Hamı gedir. Hamı gedir. Hamı bu neri bizleriye. Hamı gedir. Kərbəlaya gelirlər hamı. O gedir. Bu mən də gedirəm. Kör-körana təqlid. Düz yerə mi gedirəm? Səhv yerə mi gedirəm? Olar mı getmək? Olmaz mı getmək? Eləməyimiz düzdürmü? Səhvdirmi? Bu düşüncəsiz, bu iş insanı zülmətə aparacaq. Zülmət qapısıdır. Elə orada da. Gedib ki, arxada duranlıq qabaqda xəbəri yox idi, nə baş verir? O da hurra deyirdi. Ne olmuşdu? Kör-körana təqlid. Bugün də var. Allah möminlərimizdən uzaq eləsin bana. Bilməm möminlərimizdə var, yoxsa yox. Mən bunu bir dəfə diqqət etdim. Bir il bundan qabaq, ya il yarım bundan qabaq, mənim sosial şəbəkədə bir nəfər hissə videolarından toplamışdı, paylaşmışdılar. Mənim də öz qabağıma çıxır da ola. Baxışı da çox olmuşdu. Birinin yorumlarına baxıram, hamısı pisləyir. Bir ayaq söz deyən yox deyir, hamı pisləyir. Sonra bir tane başqası çıxır qabağıma, onun da çox baxışı var. Orada da hamısı tərifləyir. Bir dənə pisləyən yoxdur. O pisləyənlərin içində baxıram, profilləri mömin də var, ha. Mömin də var. Bu mömin də. O açıb zülmət qapısını üzünə. Mömin kör-köranəçi olmayacaq. Mömin ağıllı olacaq. Kör-körana təqlid eləməyəcək. Kör-körana kütlənin dalsızca getməyəcək. Mömin zəkidir, hesablayar, addım atar. Əks təqdirdə heç bilmərik, imam zaman zuhur eləyə görərik, hamısı bir dana daş götürür, biz də daş götürərik. Sonra da bilərik ki, imam imiş ya bu.
O küfreden qayıdanlar ki, o İmam Hüseyin hadisəsindən sonra hacı nə qədər ağlayanlar var idi. Onların bir qismi sonradan təvvabin oldular. Bilirsiniz təvvabin nədir? Bir dənə təvvabin hərəkəti oldu ki, İbn Ziyada qarşı onlar qalxdılar, ağ kəfən giyindilər, xəncər əllərində, qılınc əllərində öz başlarına vurdular qılıncı, qan içində elədilər o ağ paltarı, zirəksiz girdilər döyüşə, təvvabin yəni tövbəkarlar. O elədikləri hərəkətə tövbə elədilər də güya. Hemen oradaydılar, Kərbəladaydilər orada. Ay orada gedək İmam Hüseyin'i qoşlaydın da. Hamısını İbn Ziyad öldürdü. İndi bu günlərdə var ha, belə adamlar var. Biz elhamdülillah bu ölkədən yığışılıb şükür Allaha. O nə olsun, başqa ölkələrdən də yığışsın. O başı qəlmə vurmaq var ha. Oradan qalıb o. Biz təvvabin deyilik, biz tövbəkar deyilik. Biz İmam Hüseyin Aleyhisselam'ın meydanda teç koymamışıq və o zaman olsa koymayacaq da inşallah. İmam zamanı da koymayacaq. Amin. Mən niyə aləm onun adətini eləməliyəm ki? Onlar o Kərbəlada olanlar idilər. Düzdür qılınc vurmadılar, o xatmadılar. Orada qılınc vurmaq vardı, döyüşə girmək vardı. Hər adama elə bilsən döyüşə buraxırdılar. O da bir titul idi, çıxıb döyüşməkdən ötürü. Hər adamı o döyüşə buraxmırdılar orada ki, deyən görə ki, uşaqsan get deyən qıraqda. Ələm pəhləvanları, qəhrəmanları buraxırdılar. Allahın səlamı olsun, Kərbəla şəhidlərinə bir başlarını sürdürdülər. Bir başlarını sürdürdülər. Tavsuğa idi. Tavsuğa. Ağır gecə. Salam olsun Hüseyin. Artıq səhər döyüş olacaqdı, qərar verilmişdi. Ravi deyir ki, o ağır gecədə gördü ki, Hüseyin xeymələrin ətrafını gezir. Orada tikan görür, bu tikanı qırır, atır. Burada bir daş görür, o daşı götürür. Başlayır xeymələrin ətrafını, arxasını təmizləməyə. Təəccüb elədik bu söz hərəkətinə. Belə bir əhəmiyyətli gecədə bu nə işini görür ağamız? Yaxınlaşdım, soruşdum. Ağa, niyə buraları təmizləyirsən? Sabah bizi şəhid eləyəcəklər. Dedim, hə. Biz şəhid olandan sonra bu xeymələrə hücum eləyəcəklər. Dedim, hə. O gün mənim balalarım burada ayaqyalın, bu tikanların, bu daşların arasında qaçacaq. Təmizləyirəm ki, ayaqlarına batmasın. İmam Hüseynin o qaçan, ağlayaraq qaçan balalarından birisi də Həzrəti Rüqəyyə idi. İmam Hüseyin Aleyhisselam son vəsiyyətində xanımlara tapşırdı ki, ən köhnə paltarlarınızı geyinin əlinizi, ən köhnə paltarlarınızı geyinin. Ən ucuz zinətləri taxınız üzərinizi ki, tamah salmasınlar. Amma bu qafil insanlar, o dərəcəli tamahkar insanlar idilər ki, Həzrət İmam Hüseyin Aleyhisselamın üzərindəki paltarı var idi, o qədər qılınc ox deymişdi, ona tamah saldılar. O qanlı paltara tamah salıb İmam Hüseynin əynindən çıxartdılar o soğubunu, o paltarını. Gör o xanımların zinətlərini necə tamah saldılar. Gəldilər, Rüqəyyəni gördülər. Rüqəyyədə də bir dənə küpə deyirlər. Sırqa da deyirlər, küpədir. O uşağa baxdılar, soruşmadan dartıb qulağını zırdılar. O uşaq əlini tutdu, ağladı. Ağladı. Dedi, əmi, istəsəydin çıxardıb verərdin, ax, məni incitdin. Dedi, sənin incidilməsini istəyirəm mən. İncidəsən, inciyəsən deyə onu etdim mən. Şam yolundadır, uşaqdır. Nə qədər piyada gedə bilər? Ay, ərbəyin zəvvarları. Görürsən də, otururuq, dincəlirik, yeyirik, içirik o yollarda, lazım olanda yata bilirik. O uşaqdır da payı piyada
Küfədən Şama gedir, yorulur, dala qalır, bir dəfə də dala qaldı. Şimdi geldi, bir şillə vurdu ona. Tuttu üzünü. Abi diye bir söz dedi, bildim, ah, indi bildim. Nənəmiz Zəhra xanım neyi çəkmişdi. Bu söz məşhurdur. Bu söz məşhurdur. Həzrət-i Rüqəyyə Salamullah Aleyhanın Əli Əkbərlə xüsusi əlaqəsi var idi. Xüsusi əlaqəsi var idi. Əli Əkbər böyük qardaş idi, bu da balaca qızı idi. 3 yaşında olub, 5 yaşında olub, 5-dən böyük deməyiblər. 3-5 arasında bir uşaqdır. İstəyərdi onu, oynadardı, böyük qardaşdı da. Axı qızların da bir dənə güvənc yerisi olur, böyük qardaşları olan güvənc yeri olur. Biri ona bir söz deyəndə deyir, qardaşıma deyərəm ha. Qardaşıma deyərəm. Rüqəyyəni hər incidən də Əli Əkbər düşürdü yadına. Əli Əkbər düşürdü yadına. Şamın xərabəsindədir. Əsir gətiriblər onu, xəstədir, yorğundur. O Şamın xərabəsi ağır şeydir ya. Çox ağırdır ya. İçində Əli Əkbərlə danışır, xəyalində Əli Əkbərlə danışır. Qardaş, Əli, bacın zülmət xərabədə. Qaldı cəmal və həsrət xərabədə. Bir çare tapmışam əşki alimə. Bax, möminlər, bir söz deyəcəyəm sizə. İndi mən xütbə eləyirəm, heç məndən sonra qardaşımız roz eləyəcək. İmamlardan bizə belə hədis gəlib. Deyib, zikr-i müsibət olanda ya ağlayacaqsan, ya da başını aşağı salıb kədərli olacaqsan. Filmə baxmırıq da, düzdür. Allah salaməti bağışlayın ha. Yəni bu adətimizdir bizim. Məclis adətimizdir bizim. Zikri müsibət adətimiz odur ki, başı aşağı sallar, gözü yumular, əli alına qoyular, təsəvvür olunar o hadisələr. Belə baxdıqda sən təsəvvür eləyə bilməzsən mənim dediklərimi. Bir təsəvvür elə. Onun üçün ışıqları söndürürük ki, təsəvvürünüz yaransın. Bir çare tapmışam bu əşki alimə, daim əlac edər dərd-ü məlalimə. Bir ləhzə mən səni sallam xəyalimə, sənlə çox eylərəm söhbət xərabədə. Danışırıq, Əli Əkbərlə danışır içində. Olsan mənimlə gər bir ləhzə həm nəfəs, Gülzar-ı cənnətə etməz könül həvəs. Külc-i xərabədə versən səsimə səs, sənlə olur mənə cənnət xərabədə. Müşküldür bacıva hicrandan el sözü. Görüm anlayacaqsınız bu sözü. Müşküldür bacıva hicrandan el sözü. Peykan kimi keçər bu candan el sözü. İmam Səccad əleyhissalama dedilər ki, o əsirliyin ən ağır halı, ən ağır yeri hara oldu? Dedi, Şam, Şam, Şam. İmam Şam'da ne oldu? Abrımızı apardılar bizi. Tənələr vurdular bizə. Dil yarası vurdular bizə. El sözü odur ya, o tənələrdir. Müşküldür bacıva hicrandan el sözü. Peykan kimi keçər bu candan el sözü. Bir yandan ayrılıq, bir yandan el sözü. Qoymaz mı yatan məni rahat xərabədə. Hər kim əsir olur, dərdə düçar olur. Göz yollara dikir, çox intizar olur.
Ölsə qərib əgər, qürbətdə xar olur. Qardaş, ələl-xuz, qürbət xarabədir. Göstərmədin mənə bir gül zarıvi. Göstərmədin mənə bir gül zarıvi. Rüqəyyə elə bilirdi ki, Ələkbər Kərbəlada qalıb. Amma bilmir ki, Ələkbər Şamdadır, amma onun gül bədənini nizə əvəz edib. Onun gül bədənini nizə əvəz edib, Ələkbər də Şamda idi, Hüseyn də Şamda idi. Göstərmədin mənə bir gül zarıvi, çəkdim xərabədə çox intizarıvi, ağuşa can kimi Allah məzarıvi, versə əcəl mənə möhlət xərabədə. Gecələrin biri idi, Hacı. Həzrət-i Rüqəyyə yuxusunda İmam Hüseyn əleyhissalamı gördü. Yuxudan ayıldı, gecənin yarısıdır, atamı istəyirəm dediler. Ağladı, atamı istəyirəm. Heç kəs ovundura bilmədi. O balaca körbəni dedi, atamı istəyirəm, atamı. Dediler, onun sesi Yezidə yetişdi. Yezidin uşağı niyə ağlayır? Dediler, atasını istəyir. Yaparım verin atasını ona. Bilməz meydə gətirdilər Həzrət İmam Hüseyn əleyhissalamın başını. Aslar üstünü, Rüqəyyə baxdı. Atam mənim. Qucaqladı Həzrət İmam Hüseyn əleyhissalamın başını, sıxdı sinəsinə. Ürəyi çırpındı, çırpındı, çırpındı. İmam Hüseyn əleyhissalamın başı onun sinəsində ürəyi durdu o balanın. Lənətullah aləl qavməz zalimin.